Deməli belə, bildiyimiz kimi İlham Əliyev cavan vaxtı qumarbaz, poker oynayan olub. Şuşada keçirilən forumda da İlham Əliyev Avropa Şurasında blef elədi ki, və bildirdi ki, biz Avropa Şurasından çıxa bilərik. Və ardından vurğuladı ki, biz Rusiya ilə münasibətləri normallaşdırılmış, əvvəlki vəziyyətə çatırmışıq. Yəni, bu ilə Avropa Şurasının üstünə blef edir. Və daha da vurğulayır ki, biz çıxsaq, Azərbaycan xalqı bunu hiss eləməyəcək. Birincisi, onsuz da Azərbaycanda elə bir vəziyyət yaratmışsan ki, Azərbaycan və xalqı çox ağır bir durumda yaşayır. Onsuz da heç bir şey hiss eləmir. Ancaq acınacaqlı, yoxsulluğu hiss eləyir. İkincisi də ki, onsuz da ölkədə məhkəmə sistemi çöküb, insanlar yenə az da olsa, çox da olsa bacaran Avropa məhkəməsinin öz işini çıxardırdı, orada odurdu. Avropa Şurasından çıxmaqla da insanların bu yolunu bağlayırsan. Ümumiyyətlə, Azərbaycanda mənfiyə doğru nə gedirsə, bunu birbaşa xalq hiss eləyir. Yaxşı gəlir nə olursa, birbaşa Əliyevlər ailəsi mövcud hakimiyyət hiss eləyir. Hal-hazırda mövcud hakimiyyətin İlham Əliyevin ailəsindən və onların ailə biznesi olan Paşa Holdingin vardatı, pulu Azərbaycan Respublikasından çoxdur. Ümumiyyətlə, İlham Əliyev bu Şuşa forumunda ümumiyyətlə İlham Əliyevin son vaxtlarda təhlükəsizliyi ilə bağlı çox narazılıq olur. Biz gördüyümüz kimi İlham Əliyev çox yerə gedən onun necə mühafizə olunur, alfa qoruyur, silahlı avtomatlar, ayrı bax kadrlarda bunlar görsənmirdi. İndi görsənirdi. Hətta İlham Əliyevin öz mühafizəsinin içində də ziddiyyətli məqamlar var. İndi sizə bir kadr göstərəcəm. Bu kadra baxın. Bu kadrda gördüyünüz kimi, burada görürsünüz mühafizənin bir dənəsini, bir nəfəri. Bax, mühafizəçinin birini bu arxada. O Samir Qasımovdur, İlham Əliyev mühafizəçisidir. Və arxada ondan hündür olan mühafizəçi ilə aralarında münasibət edən. Diqqətlə fikir verirsə, görürsünüz, araya girmək istəyir, onu buraxmır. O da sonra ona baxır. Baxın, İlham Əliyevlə o bir arxa mühafizəçisinin arasında qalıb. Ümumiyyətlə, İlham Əliyevin hal-hazırda mühafizə sistemində öz ikili ziddiyyətli məqamlar var. İki hissəyə bölünür. Ona görə də İlham Əliyev hara gedəndə mühafizə belə qarışıq şəkildə olur. Amma ona görə indi İlham Əliyev çox çətin vəziyyətdədir. Son zamanlarda da ümumiyyətlə səfərlərə demək olar ki, çıxmır. Həyatına öz qorxu var, həyatını riskli hesab eləyir. Ümumiyyətlə, İlham Əliyevin son zamanlardakı bu çıxışı, sonra Şuşada keçirilən forum, ümumiyyətlə Şuşanı bilirsiniz də, Azərbaycan xalqı bilir ki, Şuşanı qapalı şəhər eləyiblər, yəni Şuşa Azərbaycan adi vətəndaşlara verilmir, Şuşa sırf hakim ailəyə və onların yaxınlarına aiddir. Türkiyə prezidenti Ərdoğana aiddir, bir hissəsi orada onun mal-qarası var. Yəni sırf burada yaxınlarda bir nəfər var idi Azərbaycanda, onlar qaçqın idilər. Bir neçə yerdən özləri üçün ev istəyirlər. İstədikləri yerdən ev vermədilər, başqa yerlər müzakirə gedirdi və həmin adam bildirmişdi ki, onda bizə Şuşadan ev vermir. Bir də onu açıq-aşkar bildiriblər ki, Şuşa qapalı şəhərdir və Şuşadan heç kimə ev verilmir. Yəni, çox cüzi bir istisna olmaq şərtindən, o da niyə onlara ev verilir? Onlara ev ona görə verilir ki, Şuşadakı bu mövcud hakimiyyətin, Əliyevlərin, Paşayevlərin orada qurduqları özləri üçün istəyir təsərrüfat olsun, istəyir obyektlər olsun, orada işçilər lazımdır. Orada yaşayan müəyyən sadə bir insanlar onlara xidmət aparsınlar. Yəni, bu Şuşa sırf onun üçündür. Yəni, Şuşanın Azərbaycan xalqına aidiyyəti yoxdur. Və İlham Əliyev bir daha onu vurgulamaq istəyirəm ki, İlham Əliyevin bu çıxışı ki, biz Avropa Şuradan çıxırıq. Avropa Şurasını İlham Əliyev təhdid edir. Avropa Şurası İlham Əliyevlə ümumiyyətlə fəaliyyətini dayandırmalıdır. Siyasi məhbuslar dərhal azad olunduqdan sonra yenə bütün əvvəlki münasibətlər bərqərar olmalıdır. Bizim məqsədimiz odur ki, bütün siyasi məhbuslar azad olsun, Azərbaycanda demokratik cəmiyyət qurulsun. İlham Əliyev forumda da utanmaz deyir ki, 23 ildir mən bu kürsüdə oturmuşam. 23 ildir adam kürsüdə oturur və utanmaz bunu da deyir. Fikir verirsiniz, oraya gedəndə, bura gedəndə maşın sürür, belə eləyir, insanlarla görüşür. Adam 23 ildir bildiyimiz kral kimi yaşayır və ancaq mühafizədə. İnsan fitrətində elə bir yaradılış var ki, insan sadə insanlar kimi yaşamaq istəyir də. Hərdən o qayıdıb normal insan kimi yaşamaq istəyir, sadəcə olaraq onun mövcud şəraiti ona uyğun deyil deyə, ona görə oturur, maşın sürür, belə eləyir. Amma çox az qalıb. Tezliklə Azərbaycanda demokratik cəmiyyət qurulacaq. Hələlik.